sakitləşdirmək üçün onu yalandan atdılar ortalığa ki, güya ki 2 suala cavab verib 3 suala cavab verə bilməyəni saxlayırlar, güya təlim kurslarına göndərəcəklər. Amma yox. O müəllimlərin hamısına işdən çıxmaq əmri gəlib ki, gəlin Turdovoyları götürün. Heç bir güzəşt yoxdur, yalandır. Müəllimləri aldadırlar, sakitləşdirirlər. Necə Cəsarət Valihov əvvəldən aldatdı müəllimləri ki, onun videosu da var məndə. Heç bir işdən çıxma olmayacaq, narahat olmayın. Amma yəni ki, hamı qaldı işsiz. Hələ bu başlanğıcdır. Bu ancaq fortepiano şöbəsinin üzrədir. Aprelin 20-sindən sonra xalq sağlığı alətləri şöbəsinin imtahanı gəlir. Orada da belə soyqırım olacaq. Onun dalınca nəfəs alətləri var. Onun dalınca nə bilim vokal var, müğənnilik var. Direktorlar deyir ki, ya istəyirsən öz xahişinlə işdən çıx, ya da ki, əgər öz xahişinlə ərizə yazıb çıxmırsansa, 70-in C bəndi ilə işdən uzaqlaşdırılır. Yəni ki, imtahanda qərəzlilik çox olub, qanunsuzluqlar çox olub. Yəni savadlı müəllimlərdən kəsilənlər çoxdur. Biri mənim qızım. Yəni imtahan düzgün aparılmayıb. Şikayətimiz budur. Bizi İbrahim müəllim qəbul elədi. Bizə nə bilim ad yazdı, şikayətiniz nədəndir, kimdən şikayətçisiniz? Yəni bunları soruşdular, qeyd elədilər. İndi bizim işimizə baxacaqlar, araşdıracaqlar. İndi mən də gözləyirəm, görüm neçə günə mənə cavab verir. Olmasa bir də biz gedəcəyik. Məsələn, mənim qızım əsər çalıb, yarıda saxlayıb, qamma çalıb, yarıda saxlayıb. Sonra başqa bir imtahandan kənar bir mahnı çaldırıb, yarıda saxlayıb. İnsandır da nəzərə almalısan ən azından bəlkə bir neçə faiz ki, bu imtahandır. Bunun yaşlısı var, cavanı var, həyəcanlanır, özünü itirə bilər. Şəxsən mənim qızım bildiyi suala yox deyib.